Asarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini döyüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Kənd sakini Tarifə Əliyeva həyat yoldaşı Rəfail Əliyevlə rayon ərazisindəki ticarət mərkəzlərindən birində alış-veriş edərkən orada satıcı işləyən qızlar Rəfaili göstərərək vəfanı saxlayan oğlan gəldi deyib. Bunu eşidən Rəfailin həyat yoldaşı Tarifə qızlara bu mənim ərimdir deyib və vəfanı söyüb. Həmin vaxt Vəfa mağazada olmayıb və iş yerinə gələrkən Tarifənin onu söydüyünü eşidib. Axşam saatlarında Vəfa içkili vəziyyətdə özünə məxsus avtomobillə Rəfail Əliyevin evinə gedib. Yolda o Rəfailə zəng vuraraq söhbət etmək istədiyini bildirib. Rəfail isə evdə olmadığını deyib. Qadın Rəfailin həyətinə gedərək onun evinə hücum edib. Həyat yoldaşını təhqir etməyə başlayıb. Tarifə və qızı onu evdən çıxartmağa cəhd etsələr də mümkün olmayıb. Vəfa Tarifə və qızına xəsarət yetirib. Rəfailin tanışları və qonşular hadisə yerinə gələrək Vəfanı evdən çıxara biliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Vəfaya qazancından dövlət nəfinə 20% məbləğində pul tutmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.